Fason Radyo. Merhaba değerli dinleyicilerimiz. Bugün 22 Kasım 2025, Cumartesi. Bakü Stüdyosu'ndan herkese merhaba. Fason Radyo'da Azerbaycan'dan Haberler programına hoş geldiniz. Ben Özlem. Ben de Ali. Bütün dinleyicilerimizi salamlayırım. Ali hoş geldin. Bugün notlara biraz hüzünlü bir haberle başlıyoruz. Bakü'de bir yangın haberi var. Bəli Özlem, təəssüf ki, xoş xəbər deyil. Paytaxt Bakının Yasamal rayonunda çox mərtəbəli yaşayış binasında yanğın baş verib. Nəticədə biri uşaq olmaqla 3 nəfər həyatını itirib. Baş prokurorluq hadisə ilə bağlı cinayət işi açıb. Yanğının binanın elektrik şaftında başladığı bildirilir. Bu xəbərin mənbəyi D.Az və Azadlıq Radyosudur. Çok üzücü. Başları sağ olsun hayatını kaybedenin. Elektrik şaftı dediğin bizim anladığımız gibi binalardaki o kabloların geçtiği dikey boşluk değil mi? Bəli, tam olaraq o. Kabellərin keçdiyi kanal. Anladım. Notlarda yine gündemi sarsacak türden bir iddia var. Bir sürücü polise çok ağır suçlamalarda bulunmuş. Elədir. Orxan Zülfüqarov adlı bir sürücü yol polisinə tabi olmadığı üçün saxlanılıb. İddia edir ki, polis bölməsində ona işkəncə veriblər və cinayət uydurmaq üçün üzərinə narkotik maddə qoyublar. Azadlıq Radyosunun xəbəridir. Bildiyiniz kimi Azadlıq Radyosu daha çox müxalif mövqeyli bir media orqanıdır. Polise işkence ve komplo suçlaması çok ciddi iddialar. Umarız gerçekler bir an önce ortaya çıkar. Şimdi yolsuzluk iddialarına geçiyorum notlarda. Bu haber bizim Türkiye'de de sıkça duyduğumuz türden devlet kurumu başkanı ofisi kendi kız kardeşinden kiralamış. Bəli, bu xəbəri də müxalif Meydan TV yayımlayıb. Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovun rəhbərlik etdiyi qurum üçün öz bacısı Sevinç İskəndərovadan ofis kirayələdiyi ortaya çıxıb. Agentlik 3 ildir eyni ofisi üçün illik 262 min manat, yəni təxminən 154 min dollar kirayə ödəyir. Bu da ölkədə çıxar toqquşması müzakirələrine səbəb olub. Çıkar çatışması değil, çıkar birleşmesi bu resmen. Aile şirketi gibi devlet dairesi ne güzel. Gelelim ekonomiye. Dün konuştuğumuz asgari geçim meselesi vardı. O devam ederken bir de telefonlara yeni vergi gelmiş. Bəli, dünən müzakirə etdiyimiz 300 manatlıq yaşayış minimumu iqtisadçılar tərəfindən hələ də tənqid olunur. Bunun üstünə indi də xaricdən gətirilən mobil telefonlara yeni vergi tətbiq olunacaq. İdxal edilən telefonlara aksiz vergisi gəlir. Vətəndaşlar şəxsi istifadə üçün ölkə xaricindən gətirdikləri ikinci və sonraki hər telefonun qeydiyyatı üçün 100 manat rüsum ödəməli olacaqlar. Pardon Ali, aksizli anladım da rusum ne demek? Rusum sizdəki harc deməkdir. Dövlətə ödənilən rəsmi ödəniş. Harç yani. Bu karar telefon fiyatlarını epey artırır o zaman. Bu konuda bize çok tanıdık. Dış politikada da dün konuştuğumuz bir konunun devamı var notlarda. Ermənistan Dışişleri Bakanı'ndan bir açıklama gelmiş yine. Bəli, dünən də danışdığımız kimi Ermənistanın Xarici İşlər Naziri Mirzoyan Türkiyə ilə normallaşmanın Bakı ilə münasibətlərə mane olmadığını, əksinə müsbət təsir edə biləcəyini bir daha təkrarlayıb. Bu xəbərin mənbəyi də Meydan TV'dir. Anlaşıldı. Yani mesaj tekrar edilmiş. Bir de Karabağlı ayrılıkçı lider Ruban Vardanyan'ın davası devam ediyor anladığım kadarıyla. Bəli, Trend.az xəbər agentliyinin xəbərinə görə dünənki məhkəmədə münaqişə dövründə zərər çəkmiş məğdurlar ifadə veriblər. Məhkəmə prosesi yaxından izlənilir. Ali, bugünkü yoğun gündem için çok teşekkürler. Yine dolu dolu notlar hazırlamışsın. Mən təşəkkür edirəm Özlem. Fason Radyo'da Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte buluşmak üzere. Hoşça kalın. Fason Radyo.